Cəmiyyətin sədri Ülviyə xanımın əvəzindən burada iştirak edir. Çox böyük məmnuniyyətlə sözü Kəmalə Elmadovuna təqdim etmək istəyirəm. Mən Dəmir Yumruq Aytalar Cəmiyyətinin sədri Ülviyə Əsədovanın adından bugün Bayram müəllimin bu gözəl günündə iştirak etməyi həqiqətən də özümü şərəf bilirəm. Nəzərinizə çatdırım ki, baxmayaraq ki, bugün mənim doğum günümdür. Amma mən burada olmağı üstün tutdum və bundan da məmnunam. Təşəkkür edirəm. Ülviyə xanım Şamaxıda tədbirdə olduğu üçün gələ bilmədi və mən gəldim. Və təşkilatımızın adından Bayram müəllimə təşkilatımızın simvolu olan Dəmir Yumruq simvolunu təqdim edirəm. Buyurun, Bayram müəllim. Təbrik edirəm sizi. Hər zaman zirvələrdə olasınız. Mən də Ülviyə xanıma öz adından, məclis adından təşəkkür edirəm. Allah sizi var eləsin. Turan yerlər var olsun, Tanrı Türkə yar olsun. Və mən təbrikimi Bayram müəllimin bir şeiri ilə ifadə etmək istəyirəm. Şəhidlər. Torpağın uğrunda candan keçdilər. Şəhadəti şərbət olub içdilər. Bu ali məqamı sevib seçdilər. Torpaq üçün candan keçdi şəhidlər. Qəlblərdə qurdular mərdlik dolasın. Düşmənlə etdilər qisas davasın. Zəfərlə çaldırdı cəngi havasın. Torpaq üçün candan keçdi şəhidlər. Arzular gül kimi xəbərsiz soldu. Analar bir saçını yoldu. Hamısı cavanken qəhrəman oldu. Torpaq üçün candan keçdi şəhidlər. Bu söyləsin Binəli də bir şeir. Görək şair bizlər üçün nə deyir? Bir qanqada yazar isə qəm deyir. Torpaq üçün candan keçdi şəhidlər. Torpaq üçün candan keçdi şəhidlər. Qələminiz hər zaman yazar olsun. Şeirləriniz hər zaman doğru insanların qulağında duyulsun və doğru melodiyalarda səslənsin. Təşəkkür edirəm. Sağ olun xanım, çox sağ olun, minnətdarım, var olasınız, əziz olasınız. Buradan Ülviyə xanıma da salamlar olsun.